Azərbaycan musiqi tarixində güclü səsi, özünə məxsus ifaları ilə fərqlənən Xan Şuşinski musiqi tariximizdə xüsusi iz qoymuşdur. Bugün Milli Konservatoriyada sənətkarın xatirəsinə həsr olunmuş Muğamın Xan Zirvəsi adlı tədbir həyata keçirilir. O mədəniyyətimizi zənginləşdirdi, o Azərbaycana yeni bir ruh gətirdi. O hər birimizi muğama, xalq musiqisinə bir daha vurğun etdi. Əlbəttə ki, belə bir sənətkarın yubileyinin keçirilməsi xalqımızın öz dəyərli oğullarına verdiyi bir qiymət. Xan Şuşinski deyəndə bizim hər birimizin gözünün önündə sözsüz ki, Şuşa canlanır və nə gözəl haldır ki, bugün bu tədbir keçirilən zaman biz artıq azad Şuşadan danışırıq. Biz artıq ürəklə deyirik ki, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Əminəm ki, Azərbaycan muğamında Xan Şuşinskinin hər zaman çox önəmli yeri olub və onun irsi öyrənildikcə, onun irsi tələbələr tərəfindən davam edildikcə bu irs hər zaman yaşayacaqdır. Gördüyünüz bax bu muzey Xanəmin adına açılıbdır. Bugün bunun açılışıdır və xüsusi olaraq xatirə otağı, Xanəmin xatirə otağı olacaq. Bu xüsusi çəkilişlər, xüsusi tədbirlər üçün açıq dərslərdə bax biz bundan iştirak edəcəyik. Məqsəd budur ki, gənc nəsil Xanəminin irsi ilə tanış olsun. Bu çox yaxşıdır. Bilirsiniz, bəzən görürsünüz ki, gənclər bizim o kalifiyə sənətkarlarımızın həyatının yaxşı məlumatları yoxdur. O baxımdan mən təşəkkür edirəm Milli Konservatoriyamızın rəhbərliyi ilə ki, belə bir təşəbbüsdən çıxış edib. Mən övlad kimi çox şərəf hiss edirəm. 60 ildən çox milli musiqimizin inkişafına ömrün həsr eləmişdir. Şuşinski demək 16 yaşındaykən ustadları tərəfindən ona Xan adı verilmişdir. O bu adı sənəti, səsi və şəxsiyyəti ilə doğrultmuşdur. İlk dəfə qadınla dueti Xan Şuşinski oxumuşdur. Bu üç duet Azərbaycan Radiosunun Qızıl Fondunda qorunub saxlanmaqdadır. Xan sənəti dövlətimiz tərəfindən hər zaman çox yüksək dəyərləndirilmişdir. Ulu öndərimiz xan sənətini hər zaman yüksək tutaraq, uca tutaraq onun xatirəsini hər zaman deməli yaşatmışdır.